10 ayda gördüyüm yani şeyler, yani məhkəmə sisteminin müəyyən qədər sərbəst olmadığı fikrinə gətirir. Həm jurnalist cəmiyyəti, həm azad fikirli insanlar. Heç biri yəni ki, nə dövlətin, nə yəni ki, vətənin pisliyini istəyən insanlar deyil. Özümü təqsirli bilmirəm. Necə? Özümü təqsirli bilmirəm. İqbal, biz seninleyiz. Her şey çok güzel. İnşallah. Ben başta görüşürüz. Qəbul olduğu fakültə tərifləmək üçün söyləmirəm, sadəcə bir epizod olaraq bizim ailə olaraq bizim üçün müəyyən qədər gərginlik yaratdı. Çünki beynəlxalq münasibətlər, münasibətlər fakültəsi və eyni ixtisasa çox böyük konkurs var, ən yüksək dərəcədə. Ona orada yəni ki, keçid olaraq başqa fakültənin beynəlxalq münasibətlərə keçməyi təklif edədilər ki, bəlkə burada bal çatmadı. O son saniyəyə qədər yolundan dönmədi və demək olar ki, son saniyədə bəlli oldu ki, o qəbul oldu. Yəni son saniyədə qəbul olmaya bilərdi. Yəni birinci kursdan başlayaraq yəni həm çalışmağa başlayıb, ofisiant çalışıb, barmen çalışıb, sonra təhsil yüksəldikcə artıq 2 ildən sonra artıq və ya xarici firmalarda çalışmağa başlayıb, yəni ki, referanslar yüksəldikcə çalışdığı mərtəbələr də yüksəlib, amma bu işlərin arasında hər zaman yəni vaxt ayırıb, sevdiyi, yəni ki, araşdırmalara vaxt ayırmaq hər zaman sevərdi. Yəni kitab oxumağı çox sevərdi. Belarus dövlətində iki dil var, rus dili və belarus dili. Müəyyən qədər məsələn imtiyazlar var ki, Belarus olmayan millətdən şagirdlər Belarus dilindən müəyyən qədər yəni ki, dərslərdən azad olmaq üçün tələbdə buluna bilərlər, amma heç zaman onu da istəmədik. Belarus dilində, yəni ki, yüksək səviyyədə bilir, yəni ki, bugünkü gündə, yəni bütün mənim uşaqlarım orada oxuyaraq, yəni heç vaxt belə bir həyat prinsipi var. Harada yaşadığımızdan asılı olmaraq, o millətin içində yaşasa, onların mədəniyyətini, dilinə hər zaman, yəni ki, hörmət duyulmalıdır, onu anlamaq lazım üçün də dilini, mədəniyyətini başa düşmək lazımdır. Dünyanı gəzib dolaşmağı çox sevərdi. Yəni ki, yəni araşdırmalardır. İnsan günlərlə, yəni ki, səhər arxivə gedib, arxivin qapısı bağlanana qədər oturmağı bacaran bir adamdır. Autizm xəstələrinə bir dəstək olaraq, məsəl üçün onların bir sərgiləri keçirildir uşaqların. Tanıdığı bir ailənin uşağı da sərgidə iştirak edir. O zaman onun müəyyən, yəni ki, işlərində fasilə olduğu üçün, yəni maliyyə vəziyyəti o qədər də gözəl deyildi, amma cibindəki axırıncı qəpiyini gedib həmin o uşağın rəsmini, sadəcə orada bir rəsm sərgisi kimi autizm xəstəliyinin rəsm sərgisi keçirdi. Axırıncı qəpiyini verir, o əsəri, o rəsmi alır. 8 kilometr evə, yəni cebində pul olmadığı üçün piyada gəlir. Hər zaman da olmasa, mən özüm belə işlə əlaqədar gələ bilməsəm də çalışmışam ki, mənim uşaqlarım, ailəm gəlsin, hər ildə olmasa, imkan daxilində tez-tez gəlsinlər, vətənə gəlsinlər, yəni vətənin doğmalığını itirməsinlər, yəni ki, bunu baba nənələrinin, yəni ki, köklərini itirməsinlər. Hər il gəlirdi, demək olar ki, axırıncı 10 ildə hər il gəlirdi bu pandemiyanın çıxmaq şərti ilə. İldə 2 dəfə gəlib gedirdi, işi ilə əlaqədar, məsələn, xaricdən yol üstü gələrkən gedirdi. Yəni, deyək ki, yəni burada biz yaşamadığımız üçün sonradan gördüyümüz bəzi, necə deyərlər, fikirlər və yaxud bəzi xəbərdarlıq etmələr, yəni kiminsə gəlib gedərkən, yəni ki, müəyyən
dövlət tərəfindən xəbərdarlıq edilirmiş kimlərəsə, yəni ki, indi sonradan gördüyümüz artıq biz 10 aydır buradan durmadan, yəni ki, oğlumuzun yanındayıq, eşidirik, yəni ki, sağdan, yəni müəyyən mənbələrdən görürük kiməsə, yəni işi ilə əlaqədar xəbərdarlıqdır, sənin işin bizim xoşumuza gəlmir, yəni ki, dur, dayan, yəni bundan məşğul olma. Bizim oğlumuzla belə bir hekayələr heç zaman olmayıb, hər zaman gəlib, gedib, heç bir zaman belə bir yəni xəbərdarlıq deyə belə bir şey görməmişik və toya da gələrkən bizdən, yəni ki, daha doğrusu işi ilə əlaqədar bir həftə daha gec gəldi, biz ailə ilə gəldik, yerləşdik, sonra gəldi və yəni ki, toy keçdi, yəni ki, artıq getməyə hazırlaşanda və nümayəndə heyəti, yəni sonradan hər şey aydın oldu. Bakıdan gəlirlər nümayəndə heyəti, yəni ki, biz onunla görüşmək istəyirik, nədir, heç bir problem yoxdur deyə Masallı rayon DTX-sına getdilər. Biz də təbii ki, getdik. 6 saat ərzində onunla müəyyən söhbətlər, nə söhbətlər, soruşturmalar, filanlar. Soruşan sualların çoxunluq olaraq, yəni ki, onun araşdırmaları haqqında. Bunun xaricində ən önəmli olan, yəni ki, imenna, yəni ki, Talış faktoru, Talış tarixinin araşdırmaları ilə əlaqədar, yəni ki, sən niyə, yəni ki, ta ki, adamlarla əlaqəyə girirsən, yəni ki, belə adamlarla nə əlaqən var? Sonunda da 6 saat sonunda çıxarkən nümayəndənin, yəni DTX-nın nümayəndə edəsinin başında olan kişi 3 nəfər gəlmişdilər təbii ki. Dedi ki, saqqalı, yəni ki, narahat olmayın, yəni ki, alim adamdır, geçsin işi ilə məşğul olsun. Orada olarkən də tələb etdim, yəni nəyin əsasında siz bunu danışığa çağırırsınız, nəyin əsasında? Mənə bir sənəd göstərdilər. Səbail rayon məhkəməsinin aprel ayının İqbalı dinləmə qərarı, İqbal burada olmayarkən dinləmə qərarı, təbii ki, orada 1-2 səhifə yazılır. Səhifənin axırında qərarı mənə göstərdilər ki, belə bir qərar var. Çünki yəni çağırış, yəni hər kəs söz haqqını bilir, boşu-boşuna, yəni ki, ya gərək tələbdə bulunmalıdır ki, yəni ki, şey olsun, sənəd əsasında çağırsınlar. Onlar, yəni nəysə, belə sənəd göstərdilər mənə doğrudan. Oldu, ondan sonra da biz, yəni ki, pasportunu da almadılar, yəni ki, heç bir şey alınmadı, yəni ki, orada 6 masalda. Sadəcə telefonu 6 saat onların əlində oldu orada. Yəni bir həftə sonra, yəni bu olub iyunun 22-sində məncə idi, iyunun 20-si idi. 27-sində də İqbalın gedirdi, yəni havalında. Gəldi havaalanına yola salmağa, yəni artıq müəyyən şübhələr var idi. Gəldi, yəni İqbal registrasiyalı keçdi. Və bu zaman bir ay öncə gələn qonaqlardan birinin bir başqa yoldaşla havaalanına girdiyini gördük, təbii ki. O zaman anladıq ki, yəni burada bir şeylər olacaq. Gözlədik, yəni ki, İqbal sərhədi keçəndə ona dedilər ki, dur, yəni səninlə görüşmək istəyirlər. Gəldilər filan. Biraz təşvişə düşdü, yəni indi götürüb aparırlar. Yəni yox, götürüb aparmadılar. Sadəcə pasportunu aldılar, yenə də telefonunu aldılar. Biz sizə dedik ki, yəni ki, getmək olmaz. İqbal dedi ki, elə bir şey olmadı. Mən sizinlə söhbət edəndə də, yəni pasportum da əlimdə. Yəni dedim ki, mən işimlə əlaqədar artıq geriyə dönməliyəm. İqbal bizimlə bərabər evə gəldi, kəndə. Sadəcə onun pasportunu və telefonunu aldılar. İyulun 19-u 5-ci gün qardaşımın telefonuna zəng gəldi. Birinci gün gəlin, yəni ki, masalda sənədləri götürün, pasportunuzu, telefonunuzu götürüb ala bilərsiniz. Getdi, İqbal içəri girdi, təbii biz darvazanın qırağında qaldıq. 5 dəqiqə sonra cip uçdu. Qapıdan, darvazadan uçdu. Yəni bir siqaret çəkirdim, bir düşündüm, təşvişə düşdük, yəni girdi içəri. Masallı DTX-sında dedilər ki, apardılar Bakıya. Sənin bir vəkil haqqın var, o şey olur, yəni ki, o da ki, Fariz bəydir, al telefonu, Fariz bəy xaricdəyəm, ondan sonra sən bizim vəkilinə işləməlisən və sənin haqqın qutardı.
Naqibal da savadsız deyil təbii ki. Bir ay yarımdan sonra səsini eşitdik. 2-ci aydan sonra, çünki ərizə vermək var, qəbul olunması var. Üzünü gördük. Yanında təbii ki, nəzarətçi var, üstümüzdə kamera var, ayramızda şüşə var. Son 2 ildə kino və kino rejissuraya çox böyük marağı yaranmışdı. Yəni ki, və ayrı onun kurslarını keçdi, kurslarını bitirdi daha doğrusu. Həm eyni vaxtda çalışaraq, həm eyni vaxtda bunları eləyərək bitirdi. Və debüt olaraq bir film düşündü, film çəkdi. Və film onun həbs olunduğu həftə Varşava Kinofestivalına getməli idi. Və bizim onlara çatmamız, bizim o filmin axırıncı versiyasını tapmamız və onun istəyi üzərində festivala göndərmemiz müəyyən vaxtlar aldı. Hardasa payızın ilk ayında, oktyabrda göndərdik. İlk öncə Monza festivalına, sonra Madrid, Roma və Barcelona. Təbii ki, hamısında keçmədi. Amma bizim təəccübümüzə rəğmən biz də gözləmirdik. Birinci göndərdiyimiz Monza festivalında payız nominasiyasının, Sky-Fi deyilən filmlər nominasiyasında o periodun qalibi elan edildi və qalibi elan edərkən də təbii ki, Azərbaycanı təmsil etdi. Azərbaycan bayrağı altında bu film getdi. 10 ayda gördüyüm şeylər, məhkəmə sisteminin müəyyən qədər sərbəst olmadığı fikrinə gətirir. Həm jurnalist cəmiyyəti, həm azad fikirli insanlar, heç biri nə dövlətin, nə vətənin pisliyini istəyən insanlar deyil. Onların bu dövlətə xeyri daha çox olar və dövlət quruluşları da buna imkan yaradar inşallah.